Deməli, ilk öncə bu sap buradan keçirilir. Daha sonra buradan keçirilir. Daha sonra bu halqanın içindən keçirilir. Gəlir bura. Bura gəldi. Deməli 1, 2, sonra bu halqa, sonra bu. Buradan sonra buradan keçirilir. Bunun arkasına keçirilir. Sonra bura. Onun arkasına sonra da bir dəmir. Bura. Xoş gəldin. Bunu bura. Sonra bura. Gördün mü? Keçdi. Sonra buradan Qocalmısan. buradan sonra buradan Baxdaya sonra o. sonra buradan en sonunda da iğneden. Çöl tərəfdən içəriyə doğru. Bəli. İçərdən olmaz da. Yox, qıracaq. Şurada böyle yapacağım. Bunu da öyrədim. Bu üzü sağ istiqamətə bura keçirilir. Bura, sonra buradan bu qaldırılır. Bunun için geçirir. Şu. Ağzını taxıl. Mesela Yəni yoxlanır. Sürət nə qədər olmalı? O nədir? O sıxlığıdır. boş koydu. Kramponu da sık koydu. O sürət nə qədər olmalıdır? Sürət işləyən adama görə dəyişir. Məsəl üçün profesional adam üçün 400. Bunu böyle təzə öyrənən üçün 50, 60, 100'e qədər. Normal çox bəlkə işləyə bilmək üçün 200 açılır. Sonunda Qalın, tam qalın parçalar tikir. qalın parçalar da tikir, ikili maşalkanı da tikir. Cins şalvar. Cins şalvar da tikir. Ripoff qatmamız lazım. 1, 2, 3, 4. Sonra buradan 5, sonra bu 6. Buradan gəlir bura 7. Buradan keçir. Keçir. Bu dəmirdən keçir bura, qalxır bura. Oradan düşür bura. Buradan düşür bura. Buradan bu iğne üstünde deşiğe geçer. Oradan da iğne deşiğe geçer. Buradan da bura. Buradan da. Vəssalam, əla. Burada saklı takası. Üşüyarım. Normal üşüyarım. Qalın parçalarda şişiyor. Yaxşı çıxdı. Bax. Sen benim necə belə bir formada eləyək. Sapın rəngi necə də tüzülə bilinsin. Neçə qat taxlayacaq düşə bilərəm. Dört, beş tikə. 4 dənə qat taxlayacaq düşə bilərəm. Sən 4 qat verək tikək Bir bax. dənə qatı yüzüyün ya. 2 dənə qat taxlayacaq. Topu hal-hazırda 2 qat da düzdür. Bunu belə yiyəm, 4 qat verəcək də. Mən bilirəm, bir dənə də gedim. Var mıdır? Gedim müalicədə problem yoxdur, amma bir şey də var da. Bax, şişdə ötürmə yoxdur, sıxlığı yerindədir. Amma fərq odur ki, bax, bu içində qoyulan iğnə 90'ın 14'dədir. 90'ın 14'də nazik şeylər tikmək üçündür. Qalın şeylər tikmək üçün iğnə almaq istəsəz 110'un 18'ə iğnə alınmalıdır. O qalın şeylər daha rahat çıxır. Burada qalın şeylərdə maşına heç bir şey olmasa da iğnəni qıra bilər.
qalın bir şeydir ki. Amma bunlar da məsəl üçün sarıçkalar, nazik paltarlar, nazik şeylər tikməyə yaxşıdır. İz qoymur. Qalın iynə nazik paltarlarda iz qoyur. Bu qalın şeylər tikmək üçün 110-dan 18-ə bir taş qalın, pasport 2 manatdır. Bu qədər.